Bakıda Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində mövzusunda beynəlxalq konfrans keçirilir. Prezident İlham Əliyev Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə mövzusunda təşkil olunan beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. Mətndə deyilir: Hörmətli konfrans iştirakçıları, sizi Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu il dönümünə həsr olunmuş Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə mövzusunda beynəlxalq konfransda səmimi qəlbdən salamlayıram. Düz 30 il əvvəl bugün 1995-ci il noyabrın 12-sində Azərbaycan xalqı özünün çox əsrlik dövlətçilik ənənələrinin davamı olaraq ümumxalq səsverməsi, referendum yolu ilə suveren Azərbaycan Respublikasının ilk konstitusiyasını qəbul etmişdi. Müstəqilliyinin yeni qazandığı, ərazilərinin hərbi təcavüzə məruz qaldığı, daxili gərginliyin hökm sürdüyü bir şəraitdə bu ali hüquqi sənədin qəbulu ölkə tarixi üçün çox mühüm ictimai-siyasi hadisə olmaqla Azərbaycanın dövlət quruculuğunda yeni bir səhifənin başlanğıcını qoymuşdu. Layihəsi Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin birbaşa rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış, ümumbəşəri dəyərlərə, dünyanın qabaqcıl demokratik dövlətlərinin konstitusion təcrübəsinə əsaslanan konstitusiya, müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun vətəndaş cəmiyyətinin bərqərar olmasının və demokratik ənənələrin təşəkkülünün qaranti rolunu oynamışdı. Əsas qanunda Azərbaycan xalqı dövlət hakimiyyətinin yeganə mənbəyi olaraq bəyan edilmiş hakimiyyətlərin bölgüsü prinsipinə uyğun qaydada qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında qarşılıqlı balans və səlahiyyət çərçivəsi müəyyən edilmiş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdi. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təmini, siyasi pluralizmin dəstəklənməsi, yerli özünü idarə etmənin fundamental əsaslarının formalaşdırılması da Konstitusiyada yer tutan əsas məsələlərdəndir. Qəbulundan keçən dövr ərzində Konstitusiya ölkə daxilində aparılan çoxşaxəli islahatlar və qloballaşan dünyaya inteqrasiya üçün özül qismində çıxış etmiş, cəmiyyətdə qanunun aliliyinin təmini, azad sahibkarlığın və bazar iqtisadiyyatının inkişafı, xalqın tarixi, milli mədəni irsinin qorunması istiqamətində əvəzsiz rola malik olduğunu və sağlam təməllər üzərində qurulduğunu sübut etmişdi. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, regionun qabaqcıl dövləti kimi layiqli yer tutması və cəmiyyətdə baş verən ictimai-siyasi proseslər Konstitusiyanın da dövrün çağırışlarına uyğunlaşdırılmasını zəruri etmişdi. Bu məqsədlə müxtəlif illərdə Konstitusiyaya edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının təminatı, mexanizmlərinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin əsaslarının dərinləşdirilməsi və dövlət idarə etməsinin təkmilləşdirilməsi yönündə bir çox əhəmiyyətli məsələləri ehtiva etmişdi. Bu il biz həm də işğala məruz qalmış torpaqlarımızın azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfərin 5-ci il dönümünü böyük qürur hissi ilə qeyd edirik. Ölkənin ərazi bütövlüyünün və dövlətin suverenliyinin bərpası Azərbaycanın inkişafında yeni bir tarixi mərhələnin əsasını qoymuş, həmçinin iqtisadi, sosial və mədəni sahələrlə yanaşı hüquqi sahədə də islahatlar aparılmasını zəruri etmişdi. Bu baxımdan əminəm ki, konfransda Konstitusiya quruculuğu sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif aktual mövzularda aparılacaq müzakirələr, əldə olunacaq nəticələr, Konstitusiyanın aliliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində öz töhfəsini vermiş olacaqdır. Bir daha sizi Bakıda ürəkdən salamlayır və konfransın işinə uğurlar arzuluyuram.